Mən hazırda Pacific Sites ərazisindəyəm və baxmayaraq ki, burada artıq yanğınların fəsadları aradan qaldırılır, amma gördüyünüz kimi hələ də işlər gedir və burada hələ də deməli müəyyən səbəblərdən lockdown sistemidir. Yəni içəri ancaq press vəsiqə ilə buraxılır bu əraziyə. Ən çox əziyyət çəkmiş ərazi bax bura idi. Mən göstərirəm sizə. Hələ də aradan qaldırılmaq üzrədir. Baxın. Və bildirilirdi ki, bu əraziyə giriş açılacaq, amma təəssüf ki, ictimai nəqliyyatın da fəaliyyəti burada artıq bir müddət hələ olmayacaq. Birinci yanğın bax buradan başlanmışdı, bax bu ərazilərdən. İndi torpaq təbii ki, təmizlənir. Belə baxaq. Gördüyünüz kimi, baxın, bütün bax bu ərazilər idi. Burada yeni gəlmişkən çox zəngin insanlar yaşayıb. Yanvar ayındakı kadrlarda da görürdünüz. Baxın, indi bax belə Pacific Sites'də bax belə bu cür işlər görülür. Yəni əməlli başlı burada böyük bir faciə yaşanıb. Mən bura gəlmişdim yanvar ayında, yanvarın 15-də, daha doğrusu 15-dən sonra onda yanğınlar artıq qismən söndürülmüşdü. Baxın, burada hamısı evlər idi. Bu məktəbin keçmiş ərazisi olub, məktəb yoxdur artıq. Tamamilə yanıb külə dönüb. Gördüyünüz kimi, baxın, bütün bu ərazilər çox olduqca bərbad bir hava düşüb. Son dərəcə dəhşətli bir mənzərənin şahidiyik. Biz, məsələn, digər tərəfdə olan Eaton Fire'ı da çəkirdik. Çəkib göstərmişik mütəmadi olaraq Real TV-də. Amma buradakı dəhşətin həcmi daha geniş miqyaslıdır. Görürsünüz, müxtəlif qruplar işləyir, könüllü qruplar. Eyni zamanda Cənubi Kaliforniyanın müvafiq strukturları burada işləyir. Kilsə, daha doğrusu bu Hristiyan community icmalarından biridir. Kilsədir, church. Yanıb, kilsə özü belə yanıb. Baxın, yoxdur bu ərazi, yoxdur. 250 milyard dollar, thank you. 250 milyard dollar ziyan dəyib ölkəyə. 250 milyard dollar təsəvvür edin. Yəni bu əraziyə ancaq. Baxın, qabaqda hələ də lockdown sistemidir. Lap əziyyət çəkən ərazilərdə ümumiyyətlə giriş yoxdur. Burada bax belə bir sport dəstək mərkəzləri fəaliyyət göstərir müəyyən icmaların tabeliyində. Bu bir dəhşətdir. Yəni bu sadəcə olaraq bunu gəlib görmək lazımdır. Yəni belə deyim də, biz bu əraziləri artıq public, ictimai bir demək əlverişli, əlçatan ediblər. Amma yenə də deyirəm, lockdown sistemi var və dayanmayıb. Belə, yəni çox dəhşətli. Bu dağların yuxarı tərəfinə qədər bu gedib çıxır bu ərazi. Yəni yanmış ərazilər. Thank you. You're welcome, sir.